Xoş gördük, hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Saray qəsəbəsində internatın kuruğu var, panorama kuruğu deyirik ya, market, təzə Tamızda orada açılıb. Düz ondan 200 metr məsafədə 80 bin manata bu ev satışa çıxarıldı. 80 bin manata, qiymətində endirim olunacaq, özdə yaxşı endirim olunacaq. Kupçalı evdir, evində kupçası var, torpağın da kupçası var. Kanalizasiyası mərkəzidir, qaz, su, işıq sayğacları da olacaq, çünki bu paket kupçalı evdir. 3 otaqlı evdir, amma 12-nin 8-ədir. Böyük kvadrat evdir. Evimizin yeri bütün monolitdir, ev bütün boydan boya istifoldur. Üstü də bax belə görürsünüz, qabançikilərlə bəzədilib. İndi buradan, bax belə yaxınlaşın zəhmət olmasa, buradan da belə məhəccər vurulacaq. İşlər tam tamamlanmayıb, hələ biraz işi qalıb. Mən tez yazım çəkim ki, siz bu evi mütləq gəlib baxarsınız. Yerləşdiyi ərazini bir də deyirəm, Saray qəsəbəsində Hüseyin Market, internatın kuruğu, Tamızda orada açılıb təzə. Oradan 200 metr məsafədədir. Deməli, 2 sotda həyəti var. Həyətinə bir dənə baxaq. Bax, burada da bir dənə trap qoyulub, kanalizasiyası, mərkəzi kanalizasiyası, bu da darvazasıdır. Bax, belə, hasarımız Tarsovka emusiyadır, amma evimizin üstü qabançıqdır. Bax, görürsünüz, buraları qanuni qabançıqdır, pəncərələri də şəbəkə pəncərədir. Hətta orada portikasına qədər qoyulub. Bir də izah edirəm, burada məhəccər qoyulacaq, ona görə evin görkəmi tamamilə dəyişiləcək. Yaxınlaşaq zəhmət olmasa, deməli, evin tikiliş vaxtı olan bütün çəkilişləri var. Bütün monolit betonu, hamısı pompa maşından tökülmüş betondur. Yüksək keyfiyyətdə tikilmiş evdir. Cəmiyyət hamısı yaxınlaşaq. Bax, buradan mətbəxin qapısıdır, düzdür. Mətbəxdən yenə bura balkona, terasa çıxmaq üçün qapı qoyulub. İndi bunların hamısını bir-bir sizə izah edəcəm. Hələlik biz buradan evimizin qapısından girək içəri ki, dəqiqliyindən siz görə biləsiniz. Yaxınlaşın. Bax, belə koridordur, görürsünüz. Bütün evimizin hamısı boya-boy monolitdir. Kuruqavoy, qoşadaş kubiklər çizilib, üstündən də 20-nin 40-a kəmər fırladılıb. Bax belə, bura koridordur, koridor bax belə axıra qədər gəlir, sonra otaqlara bölünür. Birinci mətbəxə baxaq bir dənə. Bax belə bir mətbəxidir, görürsünüz. Qazın turbasına qədər çəkilib, mebel arası, keramika vurulub, bütün nöqtələr qoyulub, yeri də onsuz da ilə kermogranitdir yeri. Bir dənə zəhmətimizə buraya baxın, bax burada yaxın bunu deyirdim. Buradan da qapı birbaşa balkona çıxmaq üçün qapı qoyulub. Zəhmətimizə o bursa otaqlarda yaxınlaşaq, baxaq. Ümumilikdə 3 otaqlı evdir, amma 12-nin 8-ədir, böyük kvadrat evdir. Mənə elə gəlir, Kupçada 80 kvadrat olar da. Hə, Kupçada 80 kvadrat olar. Bax, bu da qonaq otağıdır. Yəni zalıdır. Pəncərələr şəbəkə pəncərələrdir. Bir də izləyirəm, qoşadaş kubiklə tikilmişdir. Qurqavoy qoşadaş kubiklə üstündən də 20-nin 40-a kəmər fırladılıb. İndi o otaqlarda baxaq. Məsələn, bu bir yataq otağıdır. Bax, bu bir yataq otağıdır. Görürsünüz. Bir yataq otağı da buradadır. Bir yataq otağı da buradadır. Ümumilikdə 3 otaqlı evdir. 80 bin manatadır, qiymətində mütləq endirim olunacaq. Xırdapara işləri qalıb, pilin üstü, qapının paroklarıdır, bəzi işlər qalıb, sanitar qovşağını göstərək. Bu da evimizin sanitar qovşağı, bax belə. Deməli, bax bir də izah edirəm. Saray qəsəbəsində internatın kuruğu, panoramanın kuruğu, Hüseyin Market var orada, Tamızda orasılı bir təzə. Bax, həmən Tamızda oradan döndüz içəri, 200 metr məsafədədir bu ev. Kupçalı evdir, 12-nin 8-ədir, 2 sotun içərisindədir, kanalizasiyası mərkəzidir, sənədi kupçadır, yəni nəqd saçı da yararlıdır, ipoteka da yararlıdır, mütləq gəlin bu evə baxın, elə mənə zəng eləyəcəksiniz, ev yəsi burada olur. Gəlin özü ilə söhbət edin, məni belə deyir, qiymətində yaxşı endirim eləyəcəm. Allah Allah'ın daha satan da xeyir versin, sağ olun.